Həzrət Əbəlfəz əleyhissalam dəfələrlə döyüşə girmək üçün İmam Hüseyn əleyhissalama müraciət etsə də, İmam ona bu icazəni verməzdi. Lakin sonuncu dəfə Həzrət Əbəlfəz İmamın huzuruna gələrək belə buyurdu: "Ürəyim sıxılır, dünya həyatından doymuşam." İmam əleyhissalam bu zaman belə buyurdu: "İndi ki döyüşmək istəyirsən, su gətirmək üçün get." Beləliklə o Həzrət Fərat çayına üz tutdu. Düşmən qoşunun yararaq məşqi su ilə doldurdu. Daha sonra özü də içmək qərarına gəlsə də bu fikrindən daşınıb, ovucundakı suyu yerə tökdü və belə buyurdu: "Xar olasan ey nəfsim, Hüseyndən sonra yaşamaqmı istəyirsən? Hüseyn döyüş halında olduğu bir vaxtda sən sərin su istəyirsən. Allaha and olsun, dinim mənə belə bir icazəni vermir."